Dünən paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində faciəvi hadisə baş verib. Kanal 21-in əldə etdiyi məlumata görə, Laik Otel restoranının yaxınlığında oranın 4 əməkdaşı cəryan vurması nəticəsində vəfat edib. İlkin məlumata görə onlar restorandan başqa bir yerə hündür metal nərdivan daşıyırlarmış və hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzindən sorğumuza cavab olaraq bildirilib ki, dünən saat 11:35-də Respublika Təcili və Təxirə Salınmaz Tibbi Yardım Mərkəzinə Binəqədi rayonu ərazisindən cəryan vurma hadisəsinin baş verməsi səbəbilə təcili çağırış qeydə alınıb. Saat 12:00-da Təcili Tibbi Yardım Briqadası çağırış ünvanına çatıb. Təcili Tibbi Yardım Briqadası tərəfindən 4 nəfərin 2005-ci il təvəllüdlü Cəmil Quliyev, 2007-ci il təvəllüdlü Əkbər Zeynalov, 1998-ci il təvəllüdlü Cavidan Muradov və 2006-cı il təvəllüdlü Eltac Əliyevin həkimə qədər ölüm faktı qeydə alınıb. Azərişıq Açıq Səhmdar Cəmiyyətindən isə sorğumuza cavab olaraq bildirildi ki, hadisə baş verən həmin 35 kilovatlıq özəl xətt 2007-ci ildə istifadəyə verilib. Həmin yüksək gərginlikli xətt özəl şirkətə məxsus olduğu üçün Azərişıq Açıq Səhmdar Cəmiyyətinin balansında deyil deyə onlar açıqlamasında bildiriblər. Məsələ ilə bağlı araşdırma davam edir.